zəhməti nəticəsində, çox böyük təşkilatçılıq bacarığı nəticəsində Sumqayıtda misli görünməmiş son 10 ildə inkişaf gedir. Böyük bir abadlıq, quruculuq işləri gedir və Sumqayıt tamamilə simasını dəyişir. Bu sahədə 10 il bundan qabaq bələdiyənin hansısa bir rolunu biz görmürdük. Hətta 5 il bundan qabaq o köməyi görmürdük. Amma son illər artıq həm biz şartdan gördük, həm bizim özümüzün o işlərdə iştirak edildiyi məlumatımız var. Sumqayıt Bələdiyyəsi Sumqayıtın sosial iqtisadi inkişafında sözün əsl mənasında böyük töhfə verməyə başlayır. Və bu böyük töhfənin nəticəsidir ki, bugün Sumqayıt Bələdiyyəsi çox nüfuz qazanmış bir təşkilat kimi formalaşır. Mən sizə bir daha uğurlar arzu edirəm gələcəyinizdə, hörmətli bələdiyyə üzvləri, hörmətli bələdiyyə qulluqçuları, hörmətli Adil müəllim. Uğurlar arzu edirəm və əminəm ki, Sumqayıt Bələdiyyəsi 2026-cı il yekunlarına görə yenə Respublikada ilk bələdiyyələrdən biri olacaq. Sağ olun.